iki şeye diqqət edəndə işlər düzəlir. Mənim hər şeyə gücü çatan Allahım var, hər şeyə gücü çatan. Və mənim mehribanların ən mehribanı olan Allahım var. O qüdrətli olsaydı, mehriban olmasaydı biz nigaran olmalıyıq. Nə olsun qüdrəti var, mehriban deyil. O qədər adam var, qüdrəti var, mənə kömək eləmir. Çünki mənə istəmir. Hər qüdrəti olan mənə kömək eləyir, yox. Adam var ki, bir sözü ilə mənim problemim həlli olar, çünki məni tanımır, sevmir. Allah iki cəhətdən bizi aram eləyir. Bir qüdrətliyəm deyir, gücüm hər şeyə çatır. Bir mehribanam. Bu sifətdən ikisindən biri olsaydı, bəs eləmirdi. Ola bilər biri çox mehribanın ama gücü çatmır. Ola bilər biri çox qüdrətli ama məni sevmir. Allah iki sarıdan bizi arxain edir ki, mən sizi çox-çox sevirəm və mən hər şeyə qadirəm. Bilirsiniz, dərin həqiqətlər çox sadə cümlələrdir, deyəsiniz. Çox qəlizləşdirmək lazım deyil. Hərdən deyə bilərsən, bunu bilmirik bunu. Bir bu sadə iki cümlədə görərsən, hər şey həll olunur.